Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkənin möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır. Bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxartdı. 2026-cı il 4 may tarixində İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni'nin Bakıya səfəri iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Giorgia Meloni ilə təkbətək və geniş tərkibdə görüşləri baş tutdu. Daha sonra isə mətbuata bəyanatlarla çıxış etdilər. Mətbuata bəyanatı zamanı İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələrinin bundan sonra da daha da inkişaf edəcəyinə və daha yüksək səviyyələrə qalxacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə, ticarət əlaqələrinin isə çox yaxşı vəziyyətdə olduğunu bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. İlham Əliyev Cənub Qafqaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndiriləcəyini də bəyan etdi. Prezident bildirdi ki, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 20 layihə həyata keçirib və keçirir. Dövlət başçısı vurğuladı ki, xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Qeyd edək ki, son günlər Avropa İttifaqından Azərbaycana qarşı təzyiqlər yenə artmaqdadır. Bir tərəfdən Avropa Azərbaycanı özünün ən etibarlı enerji tərəfdaşı adlandırır. Digər tərəfdən isə Avropa Parlamenti qərəzli qətnamələr qəbul edərək siyasi təzyiq rıçaqlarını işə salır. Bu addım Azərbaycan kimi etibarlı enerji və nəqliyyat tərəfdaşı ilə münasibətlərin zəifləməsinə səbəb olur. Buna cavab olaraqsa Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul etdi. Azərbaycana edilən təzyiqlər fonunda Giorgia Meloni'nin Bakıya səfəri xüsusi məna daşıyır. Meloni'nin Ermənistanda bir çox Avropa və Qərb liderlərinin toplantısından bilavasitə sonra Bakıya gəlməsi Avropada hökm sürən ikili standartlara verilən cavabdır. Bu səfər həm də onun göstəricisidir ki, heç də Avropa ölkələrinin hamısı Azərbaycana qarşı eyni mövqedən çıxış etmir. Azərbaycan-İtaliya münasibətləri bugün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Nazirlər Şurasının sədrinin Bakıya səfəri şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.